Salam dostlar. Bugün sizlərə qonaqlarımın çox sevdiyi yalançı dolma reseptini paylaşacağım. Təmiz şəkildə yuduğum yarpaqları duzlu suda pörtlədirəm. Sapaqlarını da artıq kəsmişəm. Yarpaq təzə olduğu üçün rəngi bir qədər dönən kimi sudan çıxarıram. Bu qayda ilə dəstələyirəm ki, bizə bükərkən rahat olsun. Qoz dəpəsini də maşının iri gözündən keçirirəm. Bir böyük baş soğanı xırda-xırda doğrayıram. Stəkan yarım yumru düyü götürmüşəm. Hardasa yarım saat islaqda saxladım. Üzərinə bir dəstə, ikisi birlikdə bir dəstə keşniş şüyüd doğrayıram. Daha sonra üzərinə bir yemək qaşığı dolu kərə yağı, ərinmiş kərə yağı olsun, onu da qeyd eləyim. Duzunu, sarı kökünü, həmçinin quru nanəni əlavə eləyib qarışdırırım. İçliyimiz artıq tam hazırdır. İndi isə başlayırıq bükməyə. Bükməyində istədiyiniz şəkildə bükę bilərsiniz. Mən qələm formasında bükəcəm bugün dolmaları. Bükdüyüm dolmaları qazana sıx şəkildə yığıram. Üzərinə boşqab qoyuram. Yığdıqdan sonra stəkan yarım soyuq su əlavə eləyib orta odun üzərində bişirirəm. 30-35 dəqiqəyə dolmamız hazır olacaq. Artıq dolmamız hazırdır, servis edə bilərik. Əgər videonu bəyəndinizsə, səhifəni izləyib bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir.